bu kişilər üçün yaxşıdır. Nəsə qaş-göz elədin mənə, başa düşmədim. Bu nə bitkisidir? Basil bitkisi. Aha. Nə üçündür o? Kişilərə çox bir köməyi var. Onu içəndən sonra dərin hissiyatlar keçirəcəklər. Yox, harda keçirdəcəklər? Yox, deyirsən ki, dərin hisslər keçirdilər. Nə hisslər keçirdilər? Ona qalsa mənim də sənə qarşı dərin hisslərim var. Çünki uşaqlıq dostumsan, sən mənim qardaşımsan, canımsan, ciyərimsən. Biz səninlə nə badirələr açmışıq, ölümlərdən keçmişik az qala. Yəni, nə hissi keçirəcək? Yəni, onu deyir. Öz pastellə problemi olan da dərinə getmək istəmirəm. Sən dərinə getmirsən, qoy mən gedim də, xahiş edirəm. Dəyərli dostlar, Murad bilirəm ki, biraz da danışsa, burada aləm qarşılayacaq bir-birinə. Gördüm pastel, 18 plus sal, I love you. Acaba belə şeylər, yəni ki, o söhbətlərə gedir. Mən sizə qısa deyim, biraz da ədəbi dillə. Cinsi zəiflik problemi olan kişilər üçün bu, yəni dərmandır da, dərman. Yəni otdur. Dediklərimə çox da inanmayın. Çünki mən Pascal'ın qova deməyindən bilirəm ki, yəni bu effektli olmaya bilər.